Dostlar salam. Deməli bu dərsimizdə biz önəmli bir dərsimizdir bu. Mentorluğun ən önəmli ikinci dərsidir. Aksiomatik teorisindən sonra. Artıq volume profilə bildik, komponentlər nədir, bildik, özəlliyi nədir, hansı növləri var, necə istifadə edilir, bunu bilirik. Texniki cəhətdən. İndi isə yavaş-yavaş artıq bunu teorik olaraq konseptləşdirib necə trade edə bilərik, bunlara yavaş-yavaş keçid eləyək. İlk öncə FRVP-nin seans volume profillərinin haqqında danışmamışdan qabaq sizə ən önəmli istifadə etdiyim volume profillə necə zona çıxardıram trade edərkən buna girmək istədim. Yəni şelfdir. Şelf zonalarını necə təyin edə bilərsiniz? Bu ən yaxşı ticarət zonalarıdır şelflər volume profildə. Və şelf nədir? Şelf volume profildə şelf üfüqi bir zonadır və burada həcm qonşu sahələrə müqayisədə kəskin şəkildə azalır. Bu adətən volume profildə dik bir düşüş və ya pillə step kimi görsənir. Şelf adətən HVN-nin, yəni high volume nodun əvvəlki dərsdə öyrəndiyimiz HVN-nin kənarında və yaxud onun xaricində yerləşir və balanslı sahə ilə balanssız sahə arasındakı keçid zonasını göstərir. Yəni vizual olaraq təxmini bu şəkildə bir şey olur. Yəni biz HVN demişdik, dağ demişdik. LVN nədir? Dərələr olacaq. Dağların arasındakı dərələr. Bu şəkildə. Yəni şelf bir növ əslində HVN-lərlə də üst-üstə düşür. Bir yarısı HVN, bir yarısı LVN-nin, daha doğrusu şelf LVN-lərlə, yəni low volume nodlarla üst-üstə düşür. Şelf nə idi? Həcmin kəskin azalmağa başladığı araya. Baxın, nə dedik biz? Bizim volume profildə bu az həcmli zonaları nə idi? LVN. LVN. Bu hissələr. Düzdür? Bəs bu ümumilikdə çoxlu həcmin icra olunduğu yer nə idi? HVN. High volume node. Bu HVN-nin görürsünüz dağın o yamacı var bu hissəsi. Azalmağa başladığı yer. Həcm LVN-yə çatdığı yer. Buradan kəskin azalmağa başladığı yeri götürürsünüz bir zona kimi uzadırsınız sağa doğru. Və üst tərəfində də, HVN-nin üst tərəfində də bura LVN-dir, düzdür? Baxın bu hissə. Bu LVN-dir. LVN. Nəysə. Baxın burada da dağın digər yamacı da, baxın buradan azalmağa başlayır LVN-yə doğru. Low volume noda doğru. Baxın bu dağın yamacından da belə zona kimi xətt çəkirsiniz və qiymət onun arasında gedib gəlməyə meyilli olur. Və siz şelf zonalarından trade fürsətləri axtarıb siz trade edə bilərsiniz. Təsdiq alıb. Yəni şelflər önəmlidir və güclü zonalardır. Yəni vizual olaraq belə görsənir. Baxın həcmin azaldığı yerlər. Həcmin baxın çox həcmli dağdır burada. Dağın yamacıdır. Baxın həcm azalmağa gedir. Həcm azalmağa gedir. Həcm azalmağa gedir. Yəni, qiymət adətən arasında belə bir reaksiyalar, yəni şelfə gələndə aşağı, yuxarıdan aşağı şelfə gələndə oradan long vermə ehtimalı var. Aşağıdan yuxarı şelfə gələndə buradan short yemə ehtimalı var. Əgər balanslı olacaqsa, balansı tərk eləyəcəksə də şelfi qırır yuxarı və şelfdən təkrardan reaksiya alıb yuxarı gedə bilər. Şelfin funksiyası nədir? Aksiomatik teorisində qiymət balanslı zonanın daxilində hərəkət edəndə və hələ breakout etmək istəməyəndə, yəni qırılım etmək istəməyəndə, balansdan çıxmaq istəməyəndə şelflər support və resistans kimi işləyir, yəni dəstək və dirənç kimi qiyməti saxlayır. Yəni məsələn, qiymət balans zonasında yuxarı şelfə aşağıdan yuxarıya yaxınlaşırsa, oradan aşağı təkrardan reaksiya alıb geri dönmə ehtimalı yüksəkdir. Niyə? Çünki şelf elə bir zonadır ki, burada həcm azalır və aşağı həcmi keçir və bu o deməkdir ki, böyük oyuncular burada qalmaq istəmir. Niyə? Çünki orderləri tarazlanmır. Yəni passivlərlə aqressivlərin orderləri uyğunlaşmır. Bu arxa planlara çox mexanizmə girmək istəmirəm. Çünki indi beyniniz qarışmasın da bunu vizual olaraq bilin. Zaten tətbiq eləyə bilərsiniz. Növbəti irəliləyən dərsdə zaten bazar iştirakçıları, bazarın mexanizması haqqında da danışarıq. Əsas bu dəqiqə sizin önəm verməli olduğunuz şey bu vizuallıqları, arxasındakı məntiqi
tez bazar qavrayıb bunu praktikaya keçirə bilməyinizdir. Şelflər. Deməli, baxın, yenə vizual olaraq göstərməyə çalışacağım. Deyək ki, bir dənə volume profilimiz var. Bura bir dəyər zonasıdır, HVN-dir. Bu azalmağa başlayır, düzdür kənardan. Bu azalmağa başladıqca dağın yamacı LVN-ə geri çıxır da. Bura bir LVN deyək ki. Dağın aşağısı da bir LVN olur. Az həcmli zona. Nəsə yazdım da, bura LVN-dir. Buralar həcmin azaldığı yerlərdir. Şelflər isə bu dağın yamacı, baxın buradan LVN-yə çatan yeri və həcmin kəskin azaldığı yerlər. Bu hissə artıq bir qutu kimi çəkirsiniz, uzadırsınız. Gözə xoş gələcək şəkildə. Yəni LVN-lərlə eyni məntiqdir. Yəni az həcmli zonaya, həcmin azalmağa başladığı zona. Və qiymət onun arasında balanslı olana baxdıq. Qiymət demişik də ədadlı qiymətli olmaq istəyir, balanslı. Gəlir burada və gəlir LVN-yə aşağıdan yuxarı gələndə buradan rədd yeyir, təzədən qayıdır balansın içinə. Gəlir aşağıya dəyir, buradan rədd yeyir, qayıdır balansın içinə. Gəlir təzədən dəyir. Hər dəfə belə olmur, yəni gəlir buranı yuxarı da qıra bilər. Yuxarı qırandan sonra nə edə bilər? Gəlin belə göstərim. Əgər balansı tərk edəcəksə, gəlib yuxarı qırır, yuxarı qırandan sonra bura qəbullama gəlirsə, qayıdıb bu şelfdən reaksiya alıb yuxarı gedə bilər. Bu şelflər önəmlidir trade edərkən. Dərsdən sonra açıb baxa bilərsiniz qrafiklərə də. Baxın, burada da bir nümunəsi var. Bir Anchored Volume Profile'da görürsünüz ki, çəkmişik. Bizim sağ tərəfdə volume profilimiz var, dağları var, dərələr var və dağdan dərəyə keçən zaman, yəni HVN-dən LVN-yə keçdiyi zaman bu kəskin azaldığı yer dağın yamacını götürürük zona kimi. Və qiymət görürük ki, gəlir aşağıya, yuxarıdan aşağıya gələndə həmin zonadan rədd yeyir içəriyə doğru, təkrar rədd yeyir, gəlir rədd yeyir, gəlir bez keçir, rədd yeyir və yuxarıda da gələndə baxın, yuxarıdan aşağıya doğru rədd yeyir dəfələrlə. Yəni bunlar güclü zonalardır. Bunları order flow analizlərinizdə mütləq şəkildə istifadə eləməyə özen göstərin. Yəni bəlkə mənim bu mentorluqda göstərəcəyim şey trade eləməsəz belə mövcud bir strategiyanız varsa, entry modeliniz varsa burada da istifadə edə bilərsiniz bu zonalarda. Məsələn, strategiyanızı filtrləmək istəsəz, girin, baxın, görün, şelflərdə TP olma ehtimalı nə qədərdir? Nəinki bu orta kirli zonalarda olma ehtimalı daha azdır ki, kənar nöqtələrdə verilən fürsətlər daha dəyərli olur. Deməli, bu şelfləri çəkmək üçün Anchored Volume Profile'da necə istifadə? Bu çalışın həmişə bir dəqiqəliyi istifadə edin. Bu, bilmirəm, dedim yoxsa yox. Bir dəqiqəlikdə volume profile'ı daha dəqiq verəcək. İstər fixed range volume profile'ında, istərsə də Anchored'da. Çünki TradingView'da belə bir xətalar olur ki, volume profile'da. Bunu bir dəqiqədə çəksəz belə, tutaq ki, deyək ki, çəkdiniz filan aralığı. Zaman intervallarını 15 dəqiqəyə bir haşır keçirdiyiniz zaman bu alətin xəttləri dəyişir, yerlərini sürüşdürə bilir və bu zamanda xətalı səviyyələr çıxa bilir ortaya. Ona görə bir dəqiqədə həmişə tərtib eləyin. Əgər üst zaman diliminə keçmək kimi bir niyyətiniz varsa da, bu zaman məsələn gəlin, bu deyək ki, vah göstərir, poz göstərir, bizə POC val göstərir də, bir dəqiqədə hansını göstərirsə, onlara xətt atın belə həmin səviyyəyə. Bunlar üstündə yaza bilirsiniz bu arada. Buradan məsələn
Vah deyirəm də misal üçün. Vah yazsız bilin ki, bura vaxtdır, yəni 1 dəqiqədəki vaxtdır. Çünki zaman intervalından sonra 30 dəqiqə, neçə dəqiqə keçirəndə itib batmasın oradakı zona. İndi düzdür. Burada da eynidir, amma zaman görürsünüz sürüşmələr olur. Bu sürüşmələrin qarşısını almaq üçün belə bir şeydən istifadə edirik. TradingView'da da əslində volümə baxmaq olar, amma bunu önəm göstərin 1 dəqiqəlik olmağına. Ara getdi o. Belə. Nəsə bunu bağlayıram. Bu hələ ki şərfləri burada da çəkə bilərsiniz. Məsələn gün içində və s. Hələ ki buna girmirəm. Fix volume profilə, fix range volume profilə irəliləyəndə dərslərdə görəcəyik. Bunu silirəm hələ ki. Bu dərs ancaq Anchored volume profile haqqında olacaq. Anchored'u çəkmək üçün nə edəsiniz? Deməli, həmişə 1 dəqiqəlikdə olmaq şərti ilə qrafikinizi belə uzaqlaşdırasınız. Nə qədər geri gedə bilirsinizsə, hansı plandasınızsa, indi pulsuz planda maksimum 10 gün falan geri getmək olur. Məsələn, baxıram indi 22 Marta kimi geri gedə bilmişəm burada. Görürsünüz? Yaxınlaşıram ekrana. 22 Martın ilk şamı, baxın 18:00. Anchored volume profili seçirəm. Gəlirəm, baxın bura. Bir dəfə klikləyirəm 18:00 həmin araya, zaman intervalına. Klikləyəndən sonra mənim cari vəziyyətə qədər olan, həmin tarixdən indiyə qədər olan bütün icra olmuş həcmi göstərir hər qiymət səviyyəsində. Nə qədər həcm icra olunubdur. Bunlar hamısını göstərir mənə. Volume profile. Və indən belə də icra olunduqca da bura görsənəcək hamısı qiymət səviyyələrində. Və mən artıq buradan özümə leveni, heveni zonalarımı bu qutunu seçərək çəkə bilərəm. Qutuda da hansı alətləri tənzimləmələri necə eləməlisiniz. Baxın, ayarlara gəlirsiniz. Buradan style deyirəm. Buradan extend var. Extenddə ikisini də aktivləşdirirəm. Sağlı sollu. Fisiyo. Rəng də bu şəkildədir məndə. Bu göy 15%. Belə. Baxın, levenini çəkirəm. Bu şəkildə. İki dağın arası. Bunları çəkməkdə çətinlik çəkə bilərsiniz. İlk zamanlar titiz davrana bilərsiniz. Amma o qədər də şey yoxdur, olay yoxdur. Yəni zamanla gözünüz alışdıqca bunlar daha da yaxşı filtrləyə bilərsiniz zonaları. Məsələn, bura bir heyvenidir. Ta ki bunlar daha yaxşıdır. Daha az həcmli zonalardır. Çəkdim, sadəcə buna baxın. Qiymət oralardan reaksiya alır, qırır yuxarı, aşağı. Gəlir bu səviyyələrdən reaksiya alır, gedir, oradan dönür aşağı təzədən. Qırır aşağıya, retest edir, gedir, təkrar arasında qalır, sonra qırır aşağıya. Yəni levenlər güclüdür. Sonra bizim hevenilərimiz var sonra. Baxın, bu yaxınlaşdırdıqsa short term burada dəyərlər görə bilirik. Bunların da öz leveniləri var, şerfləri var məsələn. Bir dəyərin azaldığı səviyyə, məsələn qırıb aşağı qiyməti retest edir, düşür aşağıya. Qiymətin döndüyü yerlər adətən az həcmli zonalar olur. Belə, bunları da irəliləyən dərsdə praktiki zamanlar içində görəsiniz hamısını. Oturub bunları məşq edin bu dərsdən sonra. Çəkin, baxın, görün sonra qiymət çəkdiyiniz səviyyələr reaksiya verir, yoxsa yox. Belə şeylər, bu dərsdə bu qədərdir. Məntiqi bəsitdir, öyrənmək asandır, amma bunu qrafikdə çoxlu məşq eləməlisiniz. Real bazarda bu zonaları istifadə edə bilmək üçün.